Azərbaycanda ötən ilin yanğın statistikası ilə bağlı Fövqəladə Hallar Nazirliyindən FHN gələn rəsmi rəqəmlər hər kəsi ciddi şəkildə düşündürməlidir. Nazirliyin açıqladığı son məlumatlara əsasən 2025-ci il ərzində ölkə ərazisində baş vermiş yanğın hadisələri zamanı vəfat edənlərin sayında 2024-cü illə müqayisədə ciddi artım qeydə alınıb. Baxmayaraq ki, xəsarət alanların sayında müəyyən bir azalma müşahidə olunur, ölüm faktlarının artması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Gəlin konkret rəqəmlərə nəzər salaq. 2024-cü ildə yanğın hadisələri zamanı cəmi 40 nəfər həyatını itirmişdisə, 2025-ci ildə bu rəqəm kəskin şəkildə artaraq 60 nəfərə çatıb. Bu o deməkdir ki, cəmi bir il ərzində yanğınlarda ölənlərin sayı tam 20 nəfər, yəni 50% artıb. Xəsarət alanların sayına gəldikdə isə 2024-cü ildə 210 nəfər yanıq və ya tüstüdən zəhərlənmə ilə xəstəxanalara müraciət etmişdisə, ötən il bu rəqəm 199 nəfərə düşüb. Burada 11 faktlıq bir azalma olsa da, ölüm sayındakı artım bu müsbət tendensiyanı kölgədə qoyur. Nazirliyin statistikasında ən qorxulu və diqqət çəkən məqam isə yanğınların harada baş verməsidir. Rəsmi rəqəmlər göstərir ki, yanğınlar zamanı baş verən ölüm və xəsarət halları daha çox insanların ən təhlükəsiz hesab etdiyi yerlərdə, öz evlərində baş verir. Belə ki, 2025-ci ildə vəfat edən 60 nəfərdən 50-si, yəni ölənlərin 83%-dən çoxu məhz yaşayış evlərində çıxan yanğınların qurbanı olub. Eyni vəziyyət xəsarət alanlarda da özünü göstərir. Yaralanan 199 nəfərdən 161-i, yəni təxminən 80%-i öz mənzilində baş verən yanğın zamanı zərər çəkib. Bu rəqəmlər bir daha sübut edir ki, biz mənzillərimizdə yanğın təhlükəsizliyi qaydalarına qarşı hələ də çox laqeydik. Xüsusilə qış aylarında qızdırıcı cihazlardan, qaz sobalarından və elektrik naqillərindən düzgün istifadə edilməməsi bu cür faciələrə yol açır. Bir il ərzində yanğın qurbanlarının 50% artması hər bir vətəndaş üçün ciddi siqnal olmalıdır. Fövqəladə Hallar Nazirliyi insanları bir daha ehtiyatlı olmağa, elektrik və qaz cihazlarına müntəzəm nəzarət etməyə çağırır. Unutmayın ki, kiçik bir diqqətsizlik böyük bir ailənin faciəsinə çevrilə bilər.